Bütün il boyu yedi içdik, doyduq, daha bəsdir. Düzünü desəm, doymağımıza da əmin deyiləm. İndi biraz fasilə vermək, bədənimizi, ruhumuzu təmizləmək vaxtıdır. İndi sözləndə oruç tutmaq və onun faydalarından danışmaq vaxtıdır. Tüpürcəyimi utsam orucum pozularmı? Yatsam, tullansam, durub şıllaq atsam orucum pozularmı? Kimi suallara cavab tapmırıq. Orucun insan orqanizminə elmi mənbələrə əsaslanan faydaları, ətraf mühitə və ölkə iqtisadiyyatlarına təsiri haqqında sənə danışıram. Oruç tutmaq sadəcə dini bir ritual deyil, həm də insan biologiyasına dərindən təsir edən fizioloji prosesdir. Orucun əsas mahiyyəti orqanizmin daxili resurslarını səfərbər etmək və yenilənmə prosesini başlatmaqdır. İnsan bədəni qida qəbulunu dayandırdıqda enerji mənbəyi kimi qlükoz əvəzinə yığılmış piylərdən istifadə etməyə başlayır ki, bu da metabolik keçid adlanır. Bu metabolik dəyişiklik təxminən 12-14 saatlıq aclıqdan sonra aktivləşir və orqanizmdə müsbət stress yaradır. Bu müsbət stress hüceyrələrin daha dözümlü olmasına və zədələnmiş hissələrin bərpasına şərait yaradır. Toksinlərdən təmizlənmə prosesi elmdə avtofagiya adlanır və bu, hüceyrənin öz tullantılarını təkrar emal etməsi deməkdir. Yapon alimi Yoshinori Ohsumi məhz bu mexanizmi kəşf etdiyinə görə Nobel mükafatına layiq görülmüşdü. Avtofagiya sayəsində bədən xərçəng və Alzheimer kimi xəstəliklərə səbəb ola biləcək zədəli zulalları məhv edir. Beləliklə, aclıq sadəcə mədənin boş qalması deyil, hüceyrə səviyyəsində təmizlik işlərinin aparılmasıdır. Ramazan orucu quru orucu növünə aiddir. Çünki bu müddətdə su qəbulu da dayandırılır ki, bu da bədənin adaptasiya mexanizmlərini daha güclü işə salır. Təxminən 14-16 saatlıq bu aclıq zamanı qanda insulin səviyyəsi kəskin şəkildə aşağı düşür. İnsulinin azalması böyrəklərin duz və suyu bədəndən atmasına kömək edir. Bu da qan təzyiqinin tənzimlənməsinə müsbət təsir göstərir. Ramazan orucu zamanı pis xolesterol səviyyəsinin azaldığı və ürək-damar sağlamlığının yaxşılaşdığı müşahidə olunmuşdu. Bu oruc növü həmçinin bağırsaq mikroflorasını tənzimləyərək həzm sisteminə istirahət verir. Maraqlıdır ki, quru oruc zamanı bədən su çatışmazlığını kompensasiya etmək üçün piy hüceyrələrini parçalayaraq metabolik su istehsal edir. Ramazan ayı boyunca davamlı tutulan oruc orqanizmin bioloji saatını yenidən tənzimləməyə kömək edə bilər. Araşdırmalar göstərir ki, bu dövrdə immun sistemi güclənir. Bu müddət təxminən 10-15 saat davam edir və bu, qaraciyərdəki qlikogen ehtiyatlarının tükənməsi üçün kifayət edən vaxtdır. Qlikogen bitdikdən sonra bədən birbaşa yağ yandırma rejiminə keçir ki, bu da çəki atmağa kömək edir. Daha uzun müddətli su orucları isə orqanizmdə daha dərin biokimyəvi dəyişikliklərə səbəb olur. 24 saatlıq aclıqdan sonra bədəndə böyümə hormonu səviyyəsi kəskin şəkildə artır. Bu hormon əzələ kütləsini qorumaqla bərabər yağların parçalanmasını sürətləndirir və cavanlaşma prosesini dəstəkləyir. 48 saatlıq su orucu zamanı keton cisimlərinin səviyyəsi maksimuma çatır və beyin bu ketonlardan enerji mənbəyi kimi istifadə edir. Ketonlar beyin üçün qlikozadan daha təmiz və səmərəli yanacaq növü hesab olunur. 72 saatlıq aclıq isə immun sisteminin yenidən işə düşməsi ilə nəticələnir. Cənubi Kaliforniya Universitetinin alimləri sübut ediblər ki, 3 günlük oruc zamanı bədən köhnə immun hüceyrələrini parçalayır və yeni, sağlam hüceyrələr yaradır. Bu proses xüsusilə kimyaterapiya alan xəstələrdə yan təsirlərin azalmasına kömək edə bilər. Bu cür oruclar xroniki ağrıları olan insanlar üçün təbii ağrı kəsici rolunu oynaya bilər. Orucun faydaları təkcə fiziki deyil, psixoloji və mənəvi tərəfləri də var. Öz nəfsinə hakim olmaq və ani istəkləri idarə etmək beyindəki prefrontal korteksin fəaliyyətini gücləndirir. Prefrontal korteks qərar vermə, planlama və iradə gücünə cavabdeh olan beyin bölgəsidir. Oruç tutan insanlarda gecikdirilmiş həzz qabiliyyəti inkişaf edir ki, bu da həyatın digər sahələrində uğur qazanmaq üçün vacib şərtdir. Aclıq zamanı beyində ifraz olunan xüsusi zulal beyin hüceyrələrini qoruyur və depressiya riskini azaldır. Mənəvi cəhətdən yanaşdıqda, aclıq insana ehtiyac sahiblərinin halını anlamağa və empatiya hissini artırmağa kömək edir. Ramazan ayında edilən ibadətlər və kollektiv iftarlar sosial bağları qüvvətləndirir və tənhalıq hissini azaldır. İradəsinə hakim olan insan stres vəziyyətlərində daha soyuqqanlı davranmağı öyrənir. Beləliklə, oruc insanı həm bioloji, həm də psixoloji baxımdan daha dözümlü bir varlığa çevirir.
Bütün bunlara baxmayaraq, orucun yanlış tətbiqi və ya müəyyən xəstəliklər zamanı tutulması ciddi fəsadlara yol aça bilər. Məsələn, şəkərli diabet xəstələrində uzun müddətli aclıq hipoglikemiyaya, yəni qanda şəkərin normadan az olmasına səbəb ola bilər. Hamilə və süd verən qadınlar üçün uzun müddət ac qalmaq dölün və ya körpənin inkişafına mənfi təsir göstərə biləcəyi üçün tövsiyə edilmir. Həmçinin oruc zamanı kifayət qədər su içməmək böyrək daşlarının yaranma riskini artıra bilər. Bəzi insanlarda aclıq kəskin baş ağrıları, miqren tutmaları və ya baş gicəllənmə yarada bilər. Mədə xorası və ya kəskin qastriti olan şəxslərdə uzun müddət ac qalmaq mədə turşuluğunun artması ilə nəticələnə bilər. Uzun müddətli su oruclarında elektrolit balansının, yəni natrium, kalium, maqneziumun pozulması ürək ritmi pozğunluqlarına gətirib çıxara bilər. Yemək pozğunluğu keçmişi olan insanlar üçün oruc tutmaq psixoloji problemləri yenidən alovlandıra bilər. İftar zamanı həddindən artıq qidalanmaq isə mədə-bağırsaq sistemini yükləyərək orucun bütün faydalarını heçə endirə bilər. Buna görə də hər hansı bir xroniki xəstəliyi olan şəxslər mütləq həkim məsləhəti ilə hərəkət etməlidir. Orucun fərdi faydaları ilə yanaşı onun makroiqtisadi və ekoloji təsirləri də var. Qlobal miqyasda qida istehlakının azalması nəzəri olaraq ailə büdcəsinə qənaət edilməsinə şərait yaradır. Lakin paradoksal olaraq Ramazan ayında bəzi ölkələrdə ərzaq qiymətlərinin artması və israfçılığın çoxalması halları da müşahidə olunur. Əgər orucun fəlsəfəsinə uyğun olaraq sadə qidalanma prinsipi qorunarsa, bu qida tullantılarının azalmasına səbəb ola bilər. Sağlamlıq baxımından orucun kütləvi tətbiqi əhali arasında piylənmə və şəkərli diabet riskini azaltdığı üçün dövlətlərin səhiyyə xərclərini əhəmiyyətli dərəcədə aşağı sala bilər. Azalan ət və işlənmiş qida istehlakı heyvandarlıq sənayesinin ətraf mühitə vurduğu ziyanı azaltmaq potensialına malikdir. Daha az qida istehlakı qablaşdırma tullantılarının azalması deməkdir ki, bu da ekologiya üçün faydalıdır. Digər tərəfdən, oruç tutan işçilərin iş qabiliyyətinin günün müəyyən saatlarında aşağı düşməsi iqtisadi məhsuldarlığa qısa müddətli təsir edə bilər. Lakin uzun müddətli perspektivdə daha sağlam və psixoloji cəhətdən dözümlü işçi qüvvəsi iqtisadiyyat üçün daha böyük qazancdır. Oruc həqiqətən də çoxşaxəli bir sağlamlıq təcrübəsidir. İstər Ramazan orucu, istərsə də 72 saatlıq su orucu olsun, hər biri düzgün edildikdə orqanizmi yeniləyir və təmizləyir. Bu proses zamanı bədən hüceyrə səviyyəsində təmizlənir, beyin funksiyaları itiləşir və iradə polad kimi möhkəmlənir. Lakin tarazlığı qorumaq, ifratdan qaçmaq və sağlamlıq vəziyyətini nəzərə almaq mütləqdir.